Səlam mənim. Əvvəla sizə uğurlar arzulamaq istəyirəm. Bilmirəm siz müvəqqəti deyirlər təyin olunmusunuz, amma bilmək olmaz taleyin işini və eyni zamanda klub sahiblərinin qərarını bilmək olmaz. Ona görə də mən istəyirəm ki, yaxşı düşünün. Sizə bəri başdan uğurlar arzulayıram. Siz zaten Neftçidə əməyi, zəhməti olan bir insansınız. Klubu da, komandanı da keçmişdən çox yaxşı biləsiniz. Sizcə bugün əgər qələbə olsaydı, bu sizin müvəqqəti də olsa baş məşqçi kimi bir vizit kartınız ola bilərdimi? Çox sağ olun soruna görə hal-hazırda Neftçinin akademiyasında koordinatör vəzifəsində çalışıram. Yəni Neftçinin həm akademiyasında işləmək mənim üçün böyük şərəfdir. Əsas komandada məşq keçmək belə olsa, bir saat olsa belə mən bu işi sevə-sevə yerinə yetirirəm. Ona görə yəni bu rəhbərliyin qərarıdır. Yəni necə olursa, yəni Neftçiyə faydam əgər az da olsa dəyərsə, ancaq mən buna sevirəm.